Müsahibim El Hərəkatının sədri Eldar Namazovdur. Studiyamıza xoş gəlibsiniz. Dəvətinizə görə təşəkkür edirəm Fatih bəy. Bugünkü mövzumuz Əli İnsanovla bağlıdır. Daha doğrusu, son günlər Azərbaycan mətbuatında Əli İnsanovun psixi xəstəliyə tutulmasıyla bağlı məlumatlar dərc edilməkdədir. Necə baxırsınız belə bir bəyanatlara, belə bir məqalələrə? Fatih bəy, mən artıq mətbuata bununla bağlı bir açıqlama verdim. Nəyə görə mən uzun gördüyüm üçün buna mütləq bir reaksiya vermək lazımdır. Əli İnsanovun son məhkəməsi hamının xatırındadır. Orada çox belə rezonanslı bir hadisə baş verdiyi üçün məhkumu şüşəli bir qafasına saldılar. Onun səsi eşidilmirdi. Hakimin nəzarətində idi o düymə üçün. Nə vaxt onun səsi gələ bilər, nə vaxt onun səsini eşidə bilərlər insanlar. Bu, birbaşa Əli İnsanovun məhkəmə prosesi zamanı verdiyi ifşa edici açıqlamalarla bağlı idi. Hakimiyyəti sərt tənqidinlə bağlı idi. Hamı buna diqqət yetirdi və bu kifayət qədər böyük bir rezonans doğurdu. Ancaq bir məsələ diqqətdən yayıldı. O da ondan bağlıdır ki, elə həmin günlərdə hakimiyyətə çox yaxın olan, bir çox hallarda hətta hakimiyyət rəsmiləri öz çıxışlarında həmin o saytlara istinad edən bir saytlarda anonim bir ekspertlər tərəfindən, güya ki, Səhiyyə Nazirliyinin ekspertləridir. Bu anonim ekspertlər tərəfindən dövrəyə belə bir informasiya buraxıldığı üçün güya Əli İnsanovun səhhətində problemlər var, onun psixoloji, psixi durumu yoxlanılmalıdır, ekspertizadan keçirilməlidir. Adətən hakimiyyətə yaxın saytlarda belə bir informasiya dövrəyə buraxılanda bu iki səbəbdən olur. Ya ictimai rəyi yoxlamaq istəyirlər ki, biz belə bir addım atmaq istəyirik, bu addımı atsaq ictimai rəy necə ola bilər? Ya da ki, həqiqətən də artıq addımı atmağa hazırdılar, ictimai rəyi buna hazırlayırlar. Məsələ kifayət qədər ciddi olduğuna görə mən bu vaxtda dünən artıq mətbuata açıqlama verdim. Söhbət nədən gedir? Dünya praktikasında, beynəlxalq təcrübədə bu usullarla, yəni psixiatrik elmin siyasi məqsədlərə istifadə olunması, siyasi oponentlara qarşı tətbiq edilməsi, bu dünya praktikasında, dünya təcrübəsində dəfələrlə təşkil olunmuş bir haldır və ifşa olunmuş bir usuldur və dünya ictimaiyyətinin bu məsələlərlə bağlı çox böyük bir kampaniyaları, beynəlxalq kampaniyalarını biz şahidi olmuşuq vaxtilə. Ayrı-ayrı hallar müxtəlif ölkələrdə olub. Ancaq kütləvi şəkildə bu ilk dəfə faşist Almaniyasında tətbiq olunub və Hitleri tənqid edən, Hitler rejimini qarşı çıxan, müxalifətdə duran bir çox ziyalıları, ruhaniləri, din xadimlərini, demokratları bu adla cəmiyyətdən izalə ediblər. Dalınca ikinci dəfə kütləvi hal kimi bunu biz gördük Sovetlər Birliyində, totalitar bir rejimdə, akademik Andrey Saxarovun timsalında, məşhur dissidentlər Bukovski və digərlərin timsalında. Yəni, onlar həqiqəti deyirdilər, hakimiyyəti tənqid edirdilər. Və hakimiyyət isə onlara deyirdi ki, bunlar ruhi xəstədirlər, bunların nə danışırlar özləri də anlamırlar, bunları ekspertizadan keçirmək lazımdır və s. Buna cavab olaraq demokratik bir ölkələrdə böyük bir kampaniya başladı. Hətta beynəlxalq koalisiyalar formalaşdı və bu əməllərdə iştirak edən, hətta alim tip sahəsində çalışan Sovet alimlərində qara siyasi tutuldu ki, kimlərdən artıq ABŞ və Avropa alimləri heç bir əməkdaşlıq etməyəcəklər. Bunlarla bağlı böyük beynəlxalq konferanslar keçirildi, böyük təzyiq kampaniyası başladı. Yəni, bu usul artıq dünya təcrübəsində bəllidir. Bu artıq ifşa olunub. Bu addımı atan hər bir ölkədə, bu Azərbaycan mı olsun, başqa bir ölkə mi olsun, belə bir addım hakimiyyət tərəfindən atılanda buna dərhal böyük bir
beynəlxalq reaksiya olacaq və həmin ölkəyə çox ciddi təsirlər olacaq. Mən də bütün bunları nəzərə alaraq bu dövrə, bu anonim rəylər buraxılandan sonra və bu anonim rəylər məhz hakimiyyətə yaxın olan, hakimiyyətlə birbaşa işləyən saytlarda çap olandan sonra özümə borc bildim xəbərdarlıq etmək üçün Azərbaycan dövlətinin bu qədər rüsva etmək olmaz. Faşist Almaniyasında və totalitar Sovet rejimində tətbiq olunan və bütün dünya tərəfindən ifşa olunan və qınanan bir usuldan gəlib indi Azərbaycanın bir ziyalısı, akademiki onun haqqında Avropa məhkəməsinin qərarı olan bir insana qarşı belə bir usullardan istifadə etmək bu yol verilməzdir. Bu hadisələr Rusiyada baş verəndə beynəlxalq ictimaiyyət ciddi müdafiə qalxdılar, xüsusilə də Saxarovla bağlı. Azərbaycanda necə? Azərbaycanda bugün Əli İnsanova bağlı psixi xəstəliyi ilə bağlı məlumatlar artıq bir sıra mətbuatlarda dərc edilməkdədir. İctimai müdafiəsi necədir? Beynəlxalq səviyyədə və yerli hüquq müdafiəçiləri tərəfindən. Bilirsiniz, Tapdıq müəllim, bu mövzu hələ təzə çıxıb meydana. Dünən bu mövzu ilə bağlı mənim açıqlamam oldu, mətbuatda yazılar getdi. Ona görə də şəxsən mən ümid edirəm ki, Azərbaycan hakimiyyəti belə bir ağılsız addıma əl atmayacaq. Hətta mən öz açıqlamamda demişəm ki, o məmurlar üçün belə bir planlar qururlar, onların özlərini bir psixiatrda tibbi müayinədən keçirmək lazımdır. Onlar anlayırlarmı nə edirlər, nə təklif edirlər. Bu Azərbaycan üçün çox ciddi bir problemlər yaradacaq həm ölkənin daxilində, həm ölkənin xaricində. Ona görə də bu işlə bağlı hələ proses, bu məsələlə bağlı proses hələ dünən başlayıb və mən ümid edirəm, yerində deyirəm, ümid edirəm ki, Azərbaycan hakimiyyəti belə bir addımlar atmayacaq. Ancaq əgər Azərbaycan hakimiyyəti bu yolla öz siyasi oponentini sıradan çıxartmaq istəyəcək, susturmaq istəyəcək, Avropa məhkəməsinin qərarını riayət etməyin əvəzinə bu özünü daha da böyük bir çətin duruma salacaq. Onda birmənalı olaraq həm Avropada, həm Amerikada bu işlə bağlı çox böyük bir kampaniya başlayacaq. Artıq ona görə ki, bu sahənin monitorinqini aparan beynəlxalq qurumlar mövcuddur. O dövrdən bəri, o akademik Saxarovun dövründən bəri, Bukovskinin, digər dissidentlərin dövründən bəri bu mövzu daimi beynəlxalq həm təşkilatlarda, həm beynəlxalq insan haqlarının müdafiəsi ilə məşğul olan şəbəkələrdə bu daimi diqqət mərkəzindədir. Bir neçə mövzu var ki, bu mövzular beynəlxalq ictimaiyyətdə xüsusi rezonans doğurur. Misal üçün, jurnalistlərin həbsi, jurnalistlərə qarşı olan təzyiqlər. Bax, bu mən dediyim mövzuda, bizim müzakirə etdiyimiz mövzuda, bax, bu sıraya aiddir ki, beynəlxalq təşkilatlarda, beynəlxalq aləmdə bu sahələ məşğul olan şəbəkələr var, qurumlar var. Ona görə də belə bir addımın atılması yol verilməzdir. İndi Əli İnsanov fərqi yoxdur. O siyasətlə məşğul olmaq istəyir, istəmir, o oponentlik eləyir, yoxsa nə cür Azərbaycan vətəndaşıdır. Hər bir Azərbaycan vətəndaşının hüquqları qorunmalıdır. Onun haqqında Avropa məhkəməsinin qərarı var. O qərarın da reallaşmasını nəzarət edən Avropa Şurasının Nazirlər Şurası var. Onlar bunu nəzarətdə saxlayırlar. Belə bir məqamda Avropa məhkəməsinin qərarını həyata keçirməyin əvəzinə belə bir təkliflər irəli sürmək, belə bir ictimai rəyi hazırlamaq, yoxlamaq məqsədi ilə belə bir addımlar atmaq mən isə bilirəm ki, bu çox yanlış və hakimiyyətin özü üçün də bir ziyanlı bir addımdır. Tarixə nəzər salanda bu psixi durumdan, yəni siyasi məqsədlərlə istifadə etmə təxminən feodal devrinə, feodalizm dövrünə gedib çıxır və sonradan Napolyon hakimiyyəti bundan istifadə edibdir. Sonra deyək ki, Hitler nasist partiyasına qarşı istifadə edibdir, yəni oponentlərinə qarşı istifadə edibdir. Bundan sonra deyək ki, Rusiyada
Radişevə qarşı istifadə etdilər, Pyotr Çadayevə qarşı istifadə etdilər və sonra isə ən son Sovet dövründə istifadə edilmişdi və sonra belə bir addımdan oponentə qarşı istifadə mənim yadıma gəlmir ki, beynəlxalq mətbuatda var. Müəllim, siz bu qədər deməli total xarakter daşımayıb necə faşist Almaniyasında və Sovetlər Birliyində, ancaq demək olar ki, avtoritar rejimlərin çoxunda belə bir hallar olub, Kubada belə bir hallar olub, Çində belə bir hallar olub. Ancaq daha kütləvi xarakter bu daşıyıb bir faşist Almaniyasında, bir də Sovetlər Birliyində. Sovetlər Birliyində demək olar ki, o dissidentlərin az qala 30%, 50% elə bu təzyiqlərə məruz qalmışdılar. Krım tatarlarının liderləri də, akademik Sakharov da, Bukovski də və digərləri və xüsusi bir termin artıq yaranmışdı. Deməli, cəza psixiatriyası, Karatelnaya psixiatriya ona deyirdilər. Bununla bağlı beynəlxalq konferanslar keçirilirdi, ATƏT-in eqidasından, başqa bir beynəlxalq qurumların təşəbbüsündən. O çox ciddi məsələdir. Bu təşəbbüsü irəli sürən məmurlar, bu anonim ekspert rəylərini saytlara buraxan bu məmurlar elə bir ki, dünya tarixindən xəbərləri yoxdur. Onlar heç başa düşmürlər ki, Azərbaycana hansı rüsvayçılığa bunlar sürükləyirlər. Onlar bu məsələdən dərhal əl çəkməlidir. Bəlkə bununla belə bir informasiyalarla ictimai rəyi yoxlamaq istəyirlər ki, ictimai rəy görək nə cavab qaytarır. O da ola bilər. Mən elə söhbətin əvvəlində dedim, ya bu adətən ictimai rəyi yoxlamaq üçün eləyirlər, ya da ictimai rəyi artıq hazırlayırlar nəyəsə. Bu da çox ciddi məsələ olduğuna görə həm söhbət Azərbaycan vətəndaşının hazırda qanunsuz olaraq həbsə saxlanılan və Avropa məhkəməsinin qərarı bu haqda olan bir vətəndaşın taleyi ilə gedir. Eyni zamanda dövlətin, Azərbaycan dövlətinin imicindən, beynəlxalq əlaqələrindən gedir. Hər iki məsələdə bu belə bir yanaşma yol verilməzdi. Ona görə də əgər ictimai rəyi yoxlamaq istəyirlərsə, dərhal buna cavab vermək lazımdır və başa salmaq lazımdır ki, bu yola əl atsalar, bu usullara əl atsalar, bu Azərbaycan hakimiyyəti özünü bugünkündən daha bir ağır duruma salacaq. Həm Avropa, həm ABŞ, həm digər demokratik ölkələr, həm beynəlxalq qurumlar tərəfindən bu məsələyə diqqət 1-ə 100 artacaq. Ən düzgün yolsa Avropa məhkəməsinin qərarına riayət edib, Avropa məhkəməsinin qərarını həyata keçirməkdir. Hakimiyyət gərək bunu etsin. Yəni ki, başqa bir bəhanələr axtarsın. Xüsusən də bax belə bir dünya təcrübəsində artıq çoxdan ifşa olunmuş rüsvayçı bir usullara əl atmaq olmaz. Təbii ki, Əli İhsanovun vəkili buna cavab veribdir. Həmin mətbuat orqanlarına bildirib ki, gedib öz işlərinlə məşğul olsunlar. Amma Əli İhsanovun son məhkəməsində mən də iştirak etmişəm, mən də baxmışam. Onun psixikasında hər hansı bir pozuntu müşahidə etməmişəm. Çünki hətta ona qarşı o şüşə, yəni dəmir o qəfəsliyə salınmışdı. Onun vəkillə ünsiyyəti qeyri-mümkün idi. Vəkil onunla danışa bilmirdi. Vəkili onun qəfəsinə yaxın belə buraxmırdılar. Bir dəfə vəkil vərəqdə nəsə yazdı, göstərdi. Ondan sonra ümumiyyətlə onu o qəfəsə yaxın buraxmadılar. Hətta o şüşə pəncərəyə də yaxın buraxmadılar. Və bununla bərabər Əli İhsanov özünü çox sakit apardı və fikirləri də bir neçə kəlmə ilə öz fikrini çox lokal şəkildə və birbaşa ifadə edə bilirdi. Yəni, mən üzr istəyirəm. Belə bir anonim rəylərin, belə bir şairlərin heç bir əsası olmadığını hamı başa düşür. Və Əli İhsanovun dəfələrlə məhkəmə zalında çıxışları da hamısı mətbuatda var, həm audio yazıları var, həm onların stenoqramları çap olunub. Yəni burada heç hansısa sübut eləməyə ehtiyac yoxdur. Bu əvvəldən də artıq bəllidir ki, bu bir təxribat xarakterli, bir ictimai rəyi yoxlamaq xarakterli bir addımdır. Fikir verin ki, bu anonim bir rəylərdir. Onlar özləri də başa düşürlər ki, bu yalandır, bu böhtandır və bunun heç bir əsası yoxdur. Ona görə də o rəylərin altından
heç bir ekspertin, heç bir sahə sistemində çalışan bir ekspertin adı, familiyası da yoxdur. Ona görə də burada bunu sübut eləməyə lazımdır deyil ki, bu yalandır. Bu hamı başa düşür ki, bu yalandır. Belə, təbii ki, bu hələ real heç nə yoxdur. Biz düşünə bilərikmi ki, məsələn, belə bir fikir var ki, Əli İnsanov həbsdən buraxılandan sonra aktiv siyasətlə məşğul olacaqdır. Ya seçkilərdə namizədliyi irəli sürülə bilər və yaxud parlament seçkilərində namizədliyini irəli sürə bilər. Yəni, psixi cəhətdən pozulmuş insanların siyasi səhnədə, siyasi partiyada iştirakı qeyri-mümkündür qanunvericiliyə görə. Belə bir formal bir arayış verərlər ona və sonra həbsdən buraxalar, o siyasətlə məşğul ola bilməsin və ilə axırı. Belə bir ehtimallar ola bilərmi? Tabii müəllim, yüzlərlə insanlar qanunsuz həbs olunublar. Mən xüsusi onların adlarını çəkmək istəyirəm. Bu İsmail hadisələrindən bağlı İlqar Məmmədov gildə, Tofiq Yaqublu gildə, nidaçıların, gənclər fəalların həbsini, inanclı insanların həbs olunublar. Bunların heç birinin həbsinin heç bir əsası yoxdur. Hər bir məhkəmədə, Avropa Şurasının məhkəməsində həmin qərarlar dərhal darmadağın edilir və Avropa məhkəməsində bu qərarlarla bağlı birmənalı hökm çıxarılır. Sadəcə Avropa məhkəməsi biraz lənc işləyir, orada problemlər var ki, bəzi hallarda 3 il, 4 il, 5 il baxır bu məsələlərə. Ancaq demək olar ki, ora göndərilən işlərin 99%-ında vətəndaş cəmiyyətinin fəalları, siyasi baxışlara görə həbs olunan insanlar hamısı orada bəraət qazanır və o məhkəmələr odur. Mən ehtiyat edib deyirəm 99%, ancaq məndə olan informasiya görə hamısı qalib gəlirlər, hamısı udurlar. Hər bir bu insanların, onlar Azərbaycan vətəndaşlarıdırlar. Heç kim əvvəldən kimisə siyasi fəaliyyətlə məşğul olacaq, olmayacaq, buna görə nə həbs eləyə bilər, nə ona ittiham irəli sürə bilər. Əli İnsanovun da Azərbaycan vətəndaşı kimi haqqı var, misal üçün, azadlıqda olsun, heç bir əsası olmayan bu qərarlar ləğv olunsun, eyni zamanda siyasətlə də məşğul olmağa, nidaçların da, Realın sədri İlqar Məmmədovun da, Musavaki Tofiq Yaqublunun da və digərlərin həbs olan inanclı insanların da. Ona görə də biz bugün ümumiyyətlə hər bir Azərbaycan vətəndaşının hüquqları, haqqı uğrunda mübarizə aparırıq. Onların siyasi baxışlarından asılı olmayaraq, ola bilsin həbsdə olan insanların siyasi baxışları bir-birindən də fərqlidirlər. Ancaq Azərbaycanda demokratik prinsiplər bərqərar olunmalıdır. Hər bir vətəndaş, inanclı insan da, siyasi lider də, tanınmış akademik də öz tənqidi fikrində söyləyə bilməlidir. İstəsə siyasi fəaliyyətlə də məşğul olmalıdır. Ona görə də şəxsən mənim yanaşmam odur ki, biz ya hamının hüquqlarını təmin edəcəyik, ya da heç birinin hüququna zəmanət verə bilməyəcəyik. Ona görə də bu mübarizədə gərək heç bir istisnalar olmasın. Kim hansı partiyanın üzvüdür, kim siyasətçidir, kim siyasətçi deyil. İnsan haqları Azərbaycanda pozulursa, heç olmasa siyasi məhbus Azərbaycanda varsa, biz həmin o bir siyasi məhbusun azad olunması üçün hamımız mübarizə aparmalıyıq. Avropa məhkəməsində təbii ki, Əli İnsanov 8 ildən sonra, yəni iddiasına nail oldu. Əli İnsanov həbsdən çıxandan sonra psixi pozğunluq xəstəliyi adından, arayışla ondan sonra seçkilərdə iştirak edə bilməyəcəkdir, belə deyək. Eyni zamanda nidaçıların üzərində məhkumluq olacaqdır, onlar da iştirak edə bilməyəcəkdir. Və bununla da siyasi oponentlərin sıradan çıxarılması məsələsi ortaya gəlir. Yəni, mən demək istəyirəm ki, belə bir ümid, yəni belə bir düşünmək olarmı ki, hakimiyyət, yəni Əli İnsanovun oponentləri onu sıradan çıxarmaq üçün belə bir addım atırlar. Ola bilsin, siz dediyiniz amil də ola bilər, ya da onlar axtarırlar bir usul üçün Əli müəllimin azadlığa çıxmasının qarşısını alsınlar. Yəni, Avropa məhkəməsinin qərarı var.
Amma psixi pozğunluğu olan adam buraxılmalıdır təbii ki. Təbii, ancaq indi ola bilər ki, Sovetlər sistemində bilirsiniz, təəssüflər olsun üçün bu gün Azərbaycan hakimiyyəti olan bir çox insanların təfəkkürü elə Sovetlər Birliyinin 70-ci illərindən o yana getmir. O vaxtı da onlar qorxurlar kimisə həbs edib zindanda saxlasınlar. Başqa adla deyirdilər, xəstədir, ruhi xəstədir. Orada saxlama şəraiti də heç bir kolonlardan fərqlənmir, bəlkə də daha ağırdır. Ona görə də mən indi bilmirəm hansı səbəbdən, nə üçün bunlar bu ictimai rəyi buna hazırlayırlar, nə üçün belə anonim ekspert rəylərini hakimiyyətə yaxın saytlar çap edir. Ancaq bütün hallarda onların hansı motivlərindən, hansı məqsədlərlə bunu etdiklərindən asılı olmayaraq, mən hesab edirəm ki, biz gərək buna çox ciddi reaksiya verək. Həm Əli İnsanovun hüquqları uğrunda, həm həbs olunan gənclərin, nidaçıların, İlqar Məmmədovun, digər partiya üzvlərinin, Tofiq Əqilin və hamısının hüquqları uğrunda biz mübarizə aparaq. Bu məsələdə seçim çox sadədir, mən bu vaxtda dedim. Ya hamının hüquqları təmin olunur, fərq yoxdur. Partiya üzvüdür, partiya üzvü deyil, akademikdir ya da gəncdir, ya hamının hüquqları təmin olunur. Əgər bu məsələdə cəmiyyət bir güzəştə getsə bir məsələdə, deməli heç bir kəsin hüququna təminat vermək artıq mümkün olmayacaq. Bununla bağlı siyasi partiyalara, hökumətə sözümüz? Bilirsiniz, birincisi, hakimiyyət gərək bu yanlış yoldan əl çəksin. Avropa Məhkəməsinin qərarı var və Avropa Məhkəməsinin qərarına görə onlar riayət eləsinlər. Və bu təkcə Əli İnsanovla bağlı yox, mən bütün ümumiyyətlə həbsdə olan, qanunsuz həbsdə olan adamlar haqqında deyirəm ki, Azərbaycanda siyasi baxışlarına görə, qondarma ittihamlarla həbs olunan insanların hamısı buraxılmalıdır. Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulmalıdır. Bilirsiniz, bugün indi biz bilirik, son günlərdə cəbhə xəttində vəziyyət nə qədər narahat edicidir, təhlükəlidir. Hamı başa düşür ki, Ermənistan indi çox ağır sosial-iqtisadi durumdadır, çox ciddi həm siyasi, həm iqtisadi, həm sosial, həm demoqrafik problemlərlə üzə qalır. Və nə qədər Ermənistan öz inkişafında ləngisə, onun Rusiyanın tam təsir altında düşməsi, onun inkişafına qarşısında bir şlaqbaum qoyub. Bir o qədər də erməni tərəfində radikal bu usullara əl atmağa cəhdlər daha da çoxalacaq. İctimaiyyətin fikrini yönəltmək başqa məsələlərə. Ona görə də bu Dağlıq Qarabağda olan durumun son vaxtlarda belə bir ağırlaşması, bunu biz əvvəldən də proqnozlaşdıra bilərdik. Bölgədə vəziyyət də bəllidir. Rusiyanın, İranın, Ermənistanın əhatəsində olan bir müstəqil Azərbaycan dövlətinin geopolitik durumu da bəllidir. Belə olan halda ölkənin daxilində bu qədər korrupsiya, bu qədər insan hüquqlarının pozulması, bu qədər ayrı seçkilik, bu qədər öz fikrini söyləyən adamlara qarşı belə repressiyalar, bu nəyə gətirib çıxardacaq? Azərbaycan həm daxildən böyük bir parçalanmaya gedər, həm də öz ən vacib məsələlərini, Qarabağ məsələsini, digər təhlükəsizlik məsələsini həll eləmək üçün arxa cəbhəsində belə bir bədbər bir durum olduğu bir ölkədə buna nail olmaq da mümkün olmayacaq. Ona görə də mən hesab edirəm ki, hakimiyyət gərək ölkəni hansı yolla aparır, ona bir daha bir fikirləşsin və götür-qoy eləsin. Digər bir mövzuda sual, el hərəkatının siyasi perspektivlərini bağlı nə deyə bilərsiniz? Milli Şura ilə münasibətləri necədir? Müsavat Partiyasına münasibətləri necədir? İqtidarla münasibətləri necədir? Yəni, bax, bu kontekstdə bir qədər məlumat verməyinizi xahiş edirəm. Tofiq müəllim, bu yaxınlarda el hərəkatının idarə heyətinin qərarı oldu. Biz qurultaya hazırlaşırıq. Bu ilin sonuna kimi el hərəkatının ilk qurultayı olacaq, birinci qurultayı olacaq. Və qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Məni həmin təşkilat komitəsinin sədri seçiblər mənim
dostlarım, həmkarlarım. Bizim Milli Şura ilə bağlı qərarımız oldu. Milli Şura fərdlərin birliyidir, əsasnaməsində də belə yazılıb. Ona görə də biz el hərəkatının üzvlərinə fərdi seçim etmək imkanı verdik. Tanındıq onlarda bu fərdi qərarlarını və el hərəkatının bir sıra üzvləri Milli Şuranı tərk elədilər. Bir sıra üzvləri Milli Şurada qaldılar, fərdi qaydada orada çalışırlar. Bizim digər bütün partiyalarla, adlarını çəkdiyiniz və çəkmədiyiniz partiyalarla normal işgüzar münasibətlərimiz var. Ancaq indi biz indiki mərhələdə ilk növbədə qurultaya hazırlaşdığımız dövrdə biz məhz təşkilatı işlərə üstünlük veririk və idarətin qərarına görə biz ilin sonuna kimi qurultayı keçirməliyik. Biz çalışacağıq ki, bu qurultay imkan qədər tez baş versin və el artıq rəsmi öz fəaliyyətinə başlaya bilsin. Yerli təşkilatlarınız nə qədər? Neçə rayon təşkilatlarınız var? Formalaşma necə gedir? Keçən il biz yalnız 17 gün bizə işləməyə imkan verdilər. 17 gündən sonra artıq elin ofisialindən alındı. Həm Bakıda, həm rayonlarda təşkilatlar başladı. Ondan sonra Milli Şuranın yaranmasından bağlı biz prosesə qatıldıq. Ona görə də təşkilatı məsələlər biraz ləngidi həmin dövrdə. Həmin vaxta qədər 40-a yaxın rayonda artıq rayon şöbələri yaranmışdı. Biz ən maraqlısı o idi ki, biz el hərəkatını elan edəndə, onun məqsədlərini, onun deməli fəlsəfəsini izah edəndə demək üçün yalnız bir 5-10 rayonda bizim Bakıdan idarə olunan bir proses başladı. Biz orada yerli şöbələri yaratmağa başladıq. Qalan rayonların hamısında bu yerlərdən gələn təşəbbüslərdir və bəzi rayonlarda 2-3 təşəbbüs qrupu yaranırdı və bizim işimiz gedib onları orada koordinasiya eləməkdir, uzlaşdırmaqdan ibarət idi. Ona görə ki, bunun yanaşması çox maraqlıdır. Azərbaycanda ilk dəfə olaraq belə bir yeni siyasi qurum yaradılır ki, orada demək üçün Azərbaycan cəmiyyətinin bütün təbəqələri əks olunurlar. Özdə idarə heyətində aparıcı şəxslər kimi, həm islahatçı gənclər var, həm dünya görmüş ağsaqqallar var, həm dini icmaların aparıcı nümayəndələri var, həm türkçülük sahəsində böyük bir xidmətləri olan bizdə alimlər var, eyni zamanda milli azlıqlar, asarlı xalqların, icmaların rəhbərləri var. Yəni, el hərəkatının fəlsəfəsi ondan ibarətdir ki, biz bir təşkilatın içərisində Azərbaycanın güclüsünü yaradırıq. İnanclı insanlarla, milli azlıqlarla, liberallarla, demokratlarla, hamısından bir yerdə. Və bu bir təşkilatın içərisində biz Azərbaycanın gələcəyi ilə bağlı bir konsensusa gəliriksə, bunu sonra cəmiyyətə tətbiq etmək də mümkündür. Ancaq o qurumlar üçün onların formalaşma prinsipi yalnız bir şəxsin ətrafında olur. Bir şəxsə yaxın olan adamlar, ya regional baxımdan, ya da qohumluq baxımdan, ya da dostluq baxımdan və olur. O təşkilatlar ola bilsin idarə olunması daha asandır. Hamı bir adamın sözünə baxır. Ancaq mən hesab etmirəm ki, o yolla bir uğur qazanmaq olar. El hərəkatının elə fəlsəfəsi odur ki, biz orada böyük bir koalisiya kimi siyasi qurum yaratmışıq. Orada hər bir təbəqənin aparıcı nümayəndələri var. Mən el hərəkatının idarə heyətinin ən azı yarısı öz partiyalarını elan etməyə qadir olan insanlardır. Onların öz cəmiyyətdə dəstəyi var, onların öz elektoratı var. Yəni, ən azı bizim idarə heyətimizin yarısı yeni bir partiya yaratmağa qadir olan bir insanlardır. Ancaq biz çalışırıq ki, hamı bir araya gəlsin və bir təşkilatın içərisində, bir siyasi qurumun içərisində hər kəsin mövqeyi nəzərə almaqla inanclı insanda, milli azlıqlar da, türkçülər də, liberallar da, islahatçılar da, gənc nəsildə, yaşlı nəsildə biz Azərbaycanın bir modelini qururuq həmin bu el hərəkatında. El hərəkatı bələdiyyə seçkilərində iştirak edəcəkmi? Biz ona görə deyirik ki, biz idarə heyətinin qərarında ilin sonu göstərilib ki, birinci qurultayın keçirilməsi. Ancaq biz tələsirik ki, istəyirik ki, bu daha tez baş versin. Bizim məqsədimiz həm qabaqdan gələn bələdiyyə seçkilərində, həm parlament seçkilərində iştirak etməkdir. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım el hərəkatının sədri Eldar Namazov idi. Sağ olun, sağlıqla qalın. Gələn görüşlərə dək.